Bismillah. Bürclərin 16 marta ən düz proqnozu. 16 mart üçün bürclərin ən ümumi və ən dəqiq hesab edilən qısa proqnozu belədir. Qoç, enerjiniz yüksək olacaq. İş və pul məsələlərində yeni fürsət yarana bilər. Riskli qərarları tələsmədən verin. Buğa, maliyyə və karyera mövzusunda irəliləyiş mümkündür. Yeni tanışlıq və əməkdaşlıq sizə fayda gətirə bilər. Əkizlər, gün biraz gərgin keçə bilər. İşdə və ya ailədə anlaşılmazlıq yarana bilər. Səbirli olun. Xərçəng, yeni fikir və planlar ortaya çıxa bilər. Səyahət və ya dəyişiklik haqqında düşünə bilərsiniz. Şir, uğur və diqqət sizin tərəfinizdədir. Yaradıcı işlərdə və şəxsi layihələrdə irəliləyiş mümkündür. Qız, iş və maliyyə məsələlərində diqqətli olun. Lazımsız xərclərdən qaçmaq daha yaxşıdır. Tərəzi, yeni imkanlar və maraqlı təkliflər çıxa bilər. Gün sosial baxımdan uğurludur. Əqrəb, strategiya ilə bir hərəkət etsəniz böyük nəticə əldə edə bilərsiniz. Uzun müddətli planlar üçün yaxşı gündür. Ox atan, pul və ya işdə gözlənilməz xərclər ola bilər. Emosional qərarlardan uzaq durun. Oğlaq, əvvəlki zəhmətin nəticəsini görmək ehtimalı var. Karyera və nüfuz mövzusu güclənir. Dolça, biraz qarışıqlıq və tərəddüd hiss edə bilərsiniz. Yeni qərarlar üçün günün ikinci yarısı daha uğurludur. Balıq, daxili dəyişiklik və yeni başlanğıc enerjisi hiss edilə bilər. İntuisiyanız güclü olacaq. 16 martın ən şanslı bürcləri: Buğa, Şir, Oğlaq. Biraz diqqətli olmalı bürclər, əkizlər, Ox atan və Dolça bürcüdür.